Allah Taala mehriban bir ana kimidir. Amma çox böyük bir fərqi var. Bu fərq odur ki, Allah Taala mütləq güc sahibidir və əslində onun gözəlliyi və cazibədarlığı da məhz onun bu qüdrətindəndir. Adətən fikir vermisinizsə, atanın sevgisi ananın sevgisindən daha təsirli gəlir, düzdür? Ata mehribanlıq göstərdikdə bu daha fərqli bir şey olur. Çünki ananın təbiəti mehribanlıqdır. Amma Allah Taala həm mehribandır, həm də kainatın mütləq hakimidir. Allah Taala Samanyolu qalaktikasını yaratmışdır ki, təxminən 100 milyard ulduz var. Onlardan biri Günəşdir. Daha heyrətamiz olan isə budur ki, alimlər indiyə qədər 100 milyard qalaktika kəşf ediblər ki, Samanyolu onlardan sadəcə biridir. Bu Allahın sadəcə bir yaratdığıdır. Ola bilsin ki, kainatın başqa yerlərində trilyonlarla başqa qalaktikalar da mövcuddur ki, onları anlamaq bizlər üçün mümkün deyil. Belə bir möhtəşəm Allah, mehriban bir ana kimi hər birimiz üçün narahatdır. Bunu təsəvvür etmək mümkündürmü?